Düşünün ki, həyatınızın bəlkə də ən dəyərli aktivini satırsınız. Bəlkə bu, illərlə əziyyət çəkib böyütdüyünüz bir biznesdir, ya da ailənizdən qalan qədim bir mülk. Təbii ki, ağlınıza gələn ilk sual bu olur. Görəsən doğrudan da ədalətli qiymət alıram? Bilirsiniz, bunun cavabı elə-belə sadəcə bazarın vəziyyəti ilə ölçülmür. Arxasında çox ciddi hüquqi çərçivələr dayanır. Bugünkü izahımızda biz qiymətləndirmə fəaliyyəti haqqında qanunu dərindən inceləyəcək və bu ədalətli dəyərin əslində necə qorunduğuna, o etibarın necə formalaşdığına baxacağıq. Ümumiyyətlə, heç düşünmüsünüz, bir əmlakın əsl dəyərini kim müəyyən edir? Yəni, doğrudan da alqı-satqı zamanı o əsl rəqəmi kim və necə tapır? Bu doğrudanmı sadəcə alıcı ilə satıcının bazarlıq etmək bacarığından asılıdır? Yoxsa başqa nələrsə var? Və daha da önəmlisi, bu dəyəri müəyyən edən adamlara biz niyə etibar etməliyik axı? Onların qərəzsiz olduğuna nə zəmanət var? Bax, məhz burada prosesi o bazarlıq xaosundan çıxarıb nizama salmaq üçün dövlət xüsusi qanunlar tətbiq edir. Bu şəxslərə elə-belə yox, xüsusi bir status verilir və inanın mənə, bu status çox böyük bir məsuliyyətlə gəlir. Birinci maddəyə baxsaq görərik ki, qiymətləndirmə fəaliyyəti elə sadəcə məncə bunun qiyməti təxminən bu qədərdir demək deyil. Yəni bu qətiyyən bir təxmin, fərziyyə ola bilməz. Bu ancaq ixtisaslı qiymətləndirici tərəfindən həyata keçirilən, çox dəqiq strukturlaşdırılmış və hüquqi çəkisi olan rəsmi bir prosesdir. Qısacası, kimsə səhər yuxudan oyanıb, mən artıq qiymətləndiriciyəm deyə bilməz. Hər şey qanunla tənzimlənir. Yaxşı, gəlin bu sıx hüquqi mətni sizin üçün sadə bir xəritəyə çevirək. Bu gün nələrdən danışacağıq? Birinci, qanunun məqsədi və əhatə dairəsini inceləyəcək, sonra kimlərin qiymətləndirici ola biləcəyinə, sifarişçi ilə münasibətlərə, qiymətləndiricilər palatasının roluna və nəhayət, məsuliyyət və fəaliyyətə xitam məsələlərinə nəzər salacağıq. Elə isə, gəlin birinci hissədən başlayaq. Qanunun əsas məqsədi və əhatə dairəsi. Görək bu qanunun təsiri nələrə şamil olunur? Bəs bu qanunun gücü nəyə çatır? Yəni, söhbət təkcə evlərdən, torpaqdan və ya maşınlardan gedir? Qətiyyən. Qanunun 4-cü maddəsinə baxsaq, görərik ki, əhatə dairəsi doğrudan da çox genişdir. Daşınmaz və daşınar əmlak öz yerində, bura mədəni irsimiz, tarixi abidələrimiz, bütöv müəssisələrin dəyərli və hətta təbii sərvətlər də daxildir. Amma mənim üçün ən maraqlısı nədir bilirsiniz? Deyək ki, kimsə sizə və ya biznesinizə zərər vurub. Bax, o yaranan əldən çıxmış mənfəət var ha, onu da məhz bu peşəkarlar hesablayır. Gördüyünüz kimi, bu cəmiyyətimizin az qala bütün iqtisadi damarlarına toxunan çox həssas bir sahədir. Keçək ikinci hissəyə. Yaxşı, bəs kimlər qiymətləndirici ola bilər? Gəlin bu sərt yoxlama mexanizminə baxaq. Bütün bu mürəkkəb hesablamaları aparmaq kimə həvalə olunur? Cəmiyyətin o mütləq inamını formalaşdırmaq üçün qanun qarşımıza 3 addımlıq, çox konkret bir yol xəritəsi qoyur. 5-ci və 6-cı maddələrə əsasən əvvəlcə mütləq ali təhsiliniz və ən azı 3 illik təcrübəniz olmalıdır. Bitmədi. Sonra çətin bir dövlət ixtisas imtahanından keçməlisiniz. Üçüncüsü isə qiymətləndiricilər palatasına üzv olmalısınız. Və ən həlledici, ən vacib məqam, keçmişiniz tərtəmiz olmalıdır. Əgər iqtisadi cinayətlərə görə məhkumluğunuz varsa, vəssalam, bu peşənin qapıları sizin üçün əbədi bağlıdır. Yəni, qanun dürüstlüyü bu işin birbaşa bünövrəsi kimi qəbul edir. Üçüncü hissəyə gəldik. Sifarişçi və qiymətləndirici münasibətləri. Görək bu prosesdə tərəflərin güc balansı necə qurulur? Deməli, təsəvvür edin ki, siz sifarişçisiniz və bir mütəxəssisə müraciət etmisiniz. Bəs burada güc balansı necə tənzimlənir? 11-ci və 13-cü maddələr hər iki tərəfə çox aydın hüquqlar verir. Qiymətləndirici öz işində tam müstəqildir. Yəni, o, istifadə edəcəyi metodu özü seçir, lazımi sənədləri tələb edə bilir və ən əsası, əgər iş şəraitində təhlükəsizlik yoxdursa, işdən asanlıqla imtina edə bilər. Bəs sizin, yəni sifarişçinin hüquqları nədir? Siz tam obyektivlik tələb edə bilərsiniz, hesabatla qabaqcadan tanış olmaq haqqınız var, hətta əgər mütəxəssis səhv edərsə və sizə zərər dəyərsə, bunun ödənilməsini də istəyə bilərsiniz. Bu, həqiqətən də hər kəsi qoruyan mükəmməl bir hüquqi balansdır. Baxın, bu məqamda mən bir anlıq dayanmaq istəyirəm. Çünki bu, sözün əsl mənasında qanunun şax damarıdır. 16-cı maddə maraqların toqquşmasını çox sərt, çox kəskin şəkildə qadağan edir. Əgər qiymətləndirici sifarişçinin yaxın qoxumudursa, ya da deyək ki, mütəxəssisin sifarişçiyə borcu var, bəlkə də ondan pul alacağı var və ya həmin əmlakda nəsə bir gizli, maddi marağı var. Vəssalam, o, bu işi görə bilməz. Nöqtə. Tam və mütləq müstəqillik bayaqdan danışdığımız o etibar tənliyinin ən həlledici hissəsidir. 17-ci maddədə isə çox maraqlı və vacib bir qayda var. Bir anlıq düşünün.
əgər mən qiymətləndiriciyəmsə və sizin evinizin son dəyərinin, deyək ki, 1%-ni xidmət haqqı kimi alacaqsam, mənim əsas motivasiyam nə olar? Təbii ki, qiyməti süni şəkildə şişirtmək. Çünki nə qədər baha qiymət çıxarsam, cibimə bir o qədər çox pul girəcək, elədimi? Məhz buna görə qanun bu əlaqəni kökündən kəsir. Xidmət haqqı çıxarılan yekun rəqəmdən asılı ola bilməz. Bu, rəqəmlərin şişirdilməsinin qarşısını alan, istehlakçını qoruyan çox amma çox ağıllı bir hüquqi bariyerdir. Dördüncü hissə qiymətləndiricilər palatasının rolu, yəni bütün bu qaydalara, standartlara nəzarət məsələsi. Axı bu qaydalara kim nəzarət edir? Kim baxır ki, hər şey düzgün gedir? 20-ci maddəyə görə bu böyük işi özünü idarə etmə prinsipi ilə işləyən qiymətləndiricilər palatası görür. Onun ali icra orqanı var, rəyasət heyəti adlanır və məhz 9 nəfərdən ibarətdir. Bəli, düz 9 nəfər. Onlar ümumi yığıncaqda 5 illiyinə seçilirlər və bütün bu sahənin əsas idarə edici nüvəsini, o qərar qəbul edən mərkəzini təşkil edirlər. Palatanın rolu əslində çox maraqlıdır, çünki o iki tərəfli işləyir. Bir tərəfdən ictimaiyyəti, yəni bizi qoruyur. Məsələn, 18-ci maddə deyir ki, palata şəffaf bir ictimai reyestr aparmalıdır. Yəni siz, mən, istənilən adam sayta girib o qiymətləndiricinin təcrübəsinə, sığortasının olub-olmamasına baxa bilər. Digər tərəfdən palata o ciddi etik qaydaları və qiymətləndirmə metodlarını təsdiqləyir. Amma palata sadəcə əlində çubuq olan bir nəzarətçi deyil, o həm də öz üzvlərinin qanuni hüquqlarını dövlət orqanları və sifarişçilər qarşısında müdafiə edən güclü bir sipərdir. Və nəhayət 5-ci hissə, məsuliyyət və fəaliyyətə xitam. Görək bu ciddi qaydalar pozulduqda nələr baş verir? Biz hamımız bilirik ki, real həyatda bəzən qaydalar pozulur. Bəs o qurduğumuz etibar tənliyi pozulduqda nə baş verir? 22-ci maddə çox çevik və ədalətli bir sistem qurub. Kimsə qaydanı pozdusa, intizam tədbiri pozuntunun aşkar edildiyi gündən 6 ay, törədildiyi gündən isə maksimum 1 il ərzində tədbir edilməlidir. Cəzalar da fərqlidir. Sadə bir xəbərdarlıqdan tutmuş, fəaliyyətin 1 ilədək dayandırılmasına qədər dəyişə bilər. Bir sözlə, qanun burada ləngiməni, yubatmanı heç sevmir. Amma elə hallar var ki, sadəcə fəaliyyəti dayandırmaq bəs etmir. Mütəxəssis ümumiyyətlə bu peşədən bir dəfəlik uzaqlaşdırılır. 24-cü maddəyə əsasən, əgər kimsə cəza alandan sonra 1 il içində yenidən qaydanı pozarsa, o palatadan qovulur. Üzvlük haqqını 6 ay ard-arda ödəməmək, fəaliyyət qabiliyyətinin itirilməsi və təbii ki, ən əsası cinayət törətmək, bax bunlar dərhal və bir yallıq xitamla nəticələnir. Və çox vaxtda bu proses məhkəmənin qərarı ilə tam təsdiqini tapır. Yeri gəlmişkən, burada gələcəyə dair xüsusi bir məqamı da mütləq sizinlə bölüşməliyəm. 8 və 26-cı maddələrdə belə bir qayda var. Xüsusilə dövlət və bələdiyyə əmlakı kimi çox həssas, yüksək əhəmiyyətli qiymətləndirmələrdə təcrübəsiz adamlara ümumiyyətlə yol verilməyəcək. 2027-ci ilin iyulundan etibarən bu növ dövlət sifarişlərini yalnız azı 3 ildir ki, palata üzvü olan, yəni bişmiş, təcrübəli mütəxəssislər icra edə biləcək. Bu da o deməkdir ki, dövlət öz əmlakını qorumaq üçün gələcəyə hesablanmış əlavə bir təhlükəsizlik qatı yaradır. Təqdimatımızı bitirərkən mən sizi 10-cu maddədə yer alan, məncə çox düşündürücü bir sualla baş-başa buraxmaq istəyirəm. Əgər bir qiymətləndirici obyektin dəyərini hesablayıb, altından imzasını atıb, möhürünü vurub hesabat verirsə, bu rəqəm mütləqdirmi? Yəni son sözdürmü? Qanun deyir ki, bəli, hesabatda göstərilən yekun dəyər, əgər məhkəmə tərəfindən ləğv edilməyibsə, rəsmən həqiqi hesab olunur. Bu o deməkdir ki, bir mütəxəssisin sözünü yalnız və yalnız bir hakim təqzib edə bilər. Təsəvvür edirsiniz, bu bir mütəxəssis üçün necə böyük bir hüquqi güc və necə nəhəng bir məsuliyyətdir. Elə məhz buna görə də bayaqdan danışdığımız o sərt imtahanlar, palata nəzarəti və o kəskin müstəqillik tələbləri mövcuddur. Nə qədər ciddi olduğunu indi yəqin ki, daha yaxşı hiss etdiniz. Ümid edirəm, qiymətləndirmə fəaliyyəti haqqında qanunun bu etibar tənliyi sizin üçün də artıq tamamilə aydın oldu. İzlədiyiniz üçün təşəkkürlər, növbəti izahlarımızda görüşənədək.